Assalamu aleykum, değerli insanlar, aziz dostlar. Bugün demek istediğim bir mesele var size. İnsanlarda mevlüd anlayışı. İnsanlar düşünürler ki din deyiləndə birinci növbədə mövlüd. Mövlüd oxutturma, gözəl səslə, avazla mövlüdləri oxutturma. Birinci insanların ağlına gələn budur. Birinci mövlüdün nə demək olduğuna baxaq. Mövlüd şiirdir. Mahnı da deyə bilərik biz buna. Yaxşı oxunan mahnı kimi bir formada oxunan bir şeydir. Və bu Əməvilərin dövründə ortaya çıxan bir şeydir. Heç Peyğəmbərin dövründə Peyğəmbər nə mövlüd oxutdurub və nə mövlüd keçirib ya da Qur'anı ölülərə oxutdurub. Sonradan Əməvilərin dövründə din kimi tanıdılaraq ortaya çıxan bir qruppadır bu. Mövlüdün özündə peyğəmbərləri ilahlaşdırıb Allahı ikinci dərəcəyə qoyan şeylər var. Şirk şeylər var orada. İnsan deyir ki, mənim işim baş tutsa mövlüd oxutduracağam. Bu il mənim bu məsələm həll olunsa, mən belə mövlüd demişəm, bu mövlüdü oxutduracağam. Elə bil ki, həmin insanın oxutduracağı mövlüdə Allahın ihtiyacı mı var? Bu nə qədər ucuz düşüncədir bu. Bizim gözümüzlə gördüyümüz və ya görmədiyimiz hər nə varsa, hər bir şeyin sahibi Allahdır. Bizim canımızın da, bizim qazancımızın da hər bir şeyin sahibi uca Allahdır. Bütün mülkün sahibi olan Allaha biz şükr eləyirik. Əgər bir şey eləmək istəyirsinizsə, əgər xəstəsinizsə, Allah rızası üçün ehtiyac sahiblərinə, xəstələrə, yolçulara, müsafirlərə, dul qadınlara, əri ölmüş qadınlara yardım edin, onlara kömək eləyin, onlara dəstək eləyin. Kimsə deyəcək ki, mən həcdə qurban kəsdirəcəyəm, həcdə kəsilən qurbanın dəyəri böyükdür deyirlər. Peyğəmbər dövründə həcdə 10.000 nəfər yığılırsa, indi günümüzdəki dövrdə həc ibadətində 4 milyon adam yığılır. 3-4 milyon adam yığılır. O dövrdə 10.000 adam yığılırdı. Biz dini araşdırmadan qabaq, dinə baxmadan qabaq insanların adətləri dindir kimi yaşamayaq. Birinci dinin nə olduğunu anlayaq. Baxaq, bu din hansı dindir? Allahın dinidir, yoxsa uydurma dindir? Qur'anda da Allah Teala bildirir. Bir, özünün endirdiği din var, bir də uydurulan din var. Uydurulan din isə insanlar tərəfindən ortaya çıxarılan rituallar, feillər, uydurmalardır. Mövlüd anlayışı da İslamda olmayan Əməvilərin dövründə ortaya çıxarılan peyğəmbərləri, şəxsləri, ölmüşləri, bəzi belə insanları ilahlaşdıraraq, Allah ilə tay tutaraq, hətta Allahdan da daha mərhəmətli olaraq Peyğəmbər bizə şəfaət elə deyərək Allahı ikinci dərəcəyə qoyan şirk şeylərdir bu oxuyan şeylər. Şəfaət ya Muhammed demək şirkin özüdür. Ya da hər hansı bir şəfaət ya mürid ya şeyx demək şirkin özüdür. Şirk ancaq bütlərin qabağında baş əymək deyildir. Bu da şirkdir. Əgər mövlüd oxuyacaqsınızsa, ya da bir mahnı kimi şeirlər, bayatılar oxuyacaqsınızsa, Allahı böyük eləyərək, Allahın şəninə təriflər söyləyərək, Allahdan şəfaət diləyərək o mövlüdləri oxuyun. Niyə peyğəmbərləri ilahlaşdırıb da Allahı ikinci dərəcəyə qoyan şeyləri din kimi tanıdırsınız və onları din kimi insanlara təbliğ eləyirsiniz? Budur deyə din. Hansısa məclisdə otursan, birinci gəlib musiqi ilə ya avazla Qur'anı oxuyacaqlar, ya avazla, mahnı ilə, xorla mövlüd oxuyacaqlar. Bu, həm özlərinin xaçpərəst adlandırdıqlarında belədir bu vəziyyət, həm Yahudilərdə belədir. Yahudilər Üzeyri ilahlaşdırıb ondan mədət diləyirlər, ondan kömək diləyirlər, o bizi qurtaracaq, o bizi qoruyandır.
xaçpərəstlər özlərinin dedikləri insanlar, onlar İsa'yı ilahlaşdırıblar, ona Allahlıq vəsfi veriblər və öldükdən sonra bizi qoruyacaq olan, bizi mühakimə eləyib, bizi qurtaracaq olan İsa peyğəmbər deyirlər. İsa'nın özünü ilahlaşdırıblar. Bu az qalmamış kimi günümüzdə müsəlmanlar Məhəmməd peyğəmbəri də ilahlaşdırıblar. Məhəmməd peyğəmbərdən mədəd diləyərək onu bir tür ilah formasına gətiriblər. Niyə bu belə olmalıdır? Niyə ağlımızı işlətmirik? Niyə biz düşünmürük? Niyə biz təfəkkür edə bilmirik? Din budurmu deyə insanlar niyə bunu araşdırmırlar? Dədə babadan biz belə görmüşük, bu adətlər var, bu adətlərlə getməliyik deyə at eynəyi taxıb da niyə biz at eynəklə baxırıq dünya işlərinə? Həm dünya işlərinə, həm də din məsələlərinə. Din məsələlərinə gəldi mi, müsəlmanlar aləmində din məsələsi bərbad gündədir. Acınalarçıl gündədir. Haqq olan din yerlərdə sürünür. Ancaq uydurulan din isə göylərdə ayaqda saxlanılır. Uydurma din hər kəsin həm həyətində, həm evində, həm danışığında, hər bir yerdə, həm statuslarda uydurma din anlayışı gedir. Ancaq haqq olan dindən söhbət eləyən kimi bu bizdən deyil deyirlər. Mövlüd anlayışı peyğəmbərləri, şəxsləri ilahlaşdırmaqdır. Əgər o qədər istəyirsinizsə, şəfaət ya Allah deyən mövlüdlərdən oxuyun. Yardım ya Allah deyən, ya Rahman, ya Rahim, ya Məlik deyən mövlüdlərdən oxuyun. Şəfaət ya Muhammed deməyin. Bu şirkdir, bu günahdır. Qur'an-ı Kərimdə Allah Teala deyir ki, şirkə batdığınız təqdirdə bütün ibadətlərinizi, yaxşı əməllərinizi, hər nə etmisinizsə, hər bir şeyi yox eləyəcəyim. Bunun üçün dəyərli və əziz müsəlmanlar, Allahın nə insanların bu mənim soruşulan, bu mənim deyilən mövlüdüm idi deyərək mövlüd oxutdurub da Allaha onu həs etməyə Allahın ehtiyacı yoxdur. Əgər bir yaxşılıq eləyəcəksənizsə, ehtiyac sahiblərinizə yaxşılıq eləyin və ya Allahın ehtiyacı yoxdur ki, siz qurbanı Kəbədə kəsdirəcəksiniz. Onun da Allaha ehtiyacı yoxdur. Əgər sizin qonşularda, kənddə ehtiyac sahibi uşaqlar varsa, ət yeyə bilmirlərsə, sizin orada Kəbədə kəsdirəcəyiniz qurbanın sizə savabı yox demək olduğunu demək daha doğru gələr. Çünki qonşu ac ikən Kəbədə qurban kəsdirəcək insanı Allah Teala da sevməz. Çünki Allah Teala deyir, birinci ata-anaya, qohum əqrabalara, yaxınlara yardımda, dəstəkdə, maddi, mənəvi köməklikdə bulunun. 10.000 nəfər yığılan Kəbədə 3-4 milyon nəfər yığılır bugün. Orada o qədər qurbanlar kəsilir, o qədər ətlər. Bəlkə də o ətləri tullayırlar oradan. Niyə? Nə üçün? Ağlımızı başımıza alaq və qurbanları kəndlərdə, ehtiyac sahibləri olan yerlərdə kəsdirək. Bunun üçün mövlüd məsələsinə gəldiyimizdə də mövlüdləri Allahı yüksək tutaraq, Allahdan şəfaət diləyərək, yalnız ona qul olaraq əgər oxuyacaqsınızsa oxuyun. Yoxsa şəxsləri, peyğəmbərləri ilahlaşdıraraq yox. Və aleykum və salam və rəhmətullahi və bərəkatuhu.